Salam əziz həmkarlar. Nəzəriyyələr üzrə inteqrativ testlərin izahına baxırıq. Cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirin. Uyğunsuzluq dedikdə bunu diqqətli oxuyun. Doğrunun altından yanlışı, yanlışın altından doğrunu seçəcəksiniz. Uşaqların zehni inkişafını müəyyən mərhələlərdən keçir və öyrənmə bu mərhələlərlə müvafiq baş verir. Sosial inkişaf nəzəriyyəsi yanlışdır. Yanlış oldu deməli 1. Yəni doğrunun altından 1-i götürəcəm. Təlim fəaliyyətləri sinifdəki şagirdlərdə olan müxtəlif intellekt növlərinə uyğun təşkil olunmalıdır. Bu çox növlü zəka nəzəriyyəsi doğru fikirdir. Öyrənmədə sosial münasibətlər mühüm əhəmiyyəti kəsb edir. Bu sosial inkişaf nəzəriyyəsidir. Yanlışdır. Operativ şərtlənmə nəzəriyyəsi verib, səhv verib. İnkişafa açıq düşüncə tərzində olan şagirdlər daha yaxşı akademik nəticələr göstərirlər. Düşüncə tərzi nəzəriyyəsi doğrudur. Deməli, doğrumun altından yanlış oldu 1, yanlışımın altından doğru oldu 4. 1, 4 C variantı. Eyler-Venn diaqramına əsasən sual işarəsinin yerinə uyğun gələn fikri müəyyən edin. Düşüncə tərzi nəzəriyyəsi, sosial inkişaf nəzəriyyəsi. Şagirdlərə intellektin dəyişkən olduğunu öyrətmək onlarda özünə inamın artmasına səbəb olur. Bu düşüncə tərzinə aiddir. Düzgün skafoldingin qurulması üçün müəllimin uyğun strategiyadan istifadəsi vacibdir. Sosial inkişaf. Şagirdlərin tədris göstəricilərinin artmasına formativ qiymətləndirmə zamanı effektiv əks əlaqənin qurulması əvəzsiz təsir edir. Bu doğrudur. Əks əlaqənin qurulması həm düşüncə tərzi nəzəriyyəsinə, həm də sosial inkişaf nəzəriyyəsinin oxşar cəhəti kimi götürə bilərəm. 2-də C variantı. Şagird Lütfüzadə adına məntiq olimpiyadasına çox yaxşı hazırlaşmağına baxmayaraq nəticəsi zəif olur. Şagirdin akademik göstəriciləri yaxşı olsa da, imtahanlarda həyəcanını tənzimləyə bilmədiyindən öz biliyini göstərə bilmir. Bundan sonra şagird bu cür olimpiyadalara getməmək qərarına gəlir. Verilmiş situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Şagird hisslərini idarə edə bilmədiyi üçün müvafiq problem yaranır. Doğru budur. Çünki deyir ki, həyəcanını tənzimləyə bilmədiyindən. Şagird qapalı düşüncə tərzinə malik olması onu elə ilk cəhətdən geri çəkilməsi ilə nəticələnir. Bu da doğrudur. Çünki yaxşı nəticə toplamayıb, deyir ki, mən bir də olimpiyadalarda iştirak etməyəcəm. Bu qapalı düşüncə tərzidir. 2. Müəllim dərs prosesində şagirdə daha çox tapşırıqlar verməklə hisslərini cilovlamağa kömək edə bilər. Bu yanlış fikirdir. Şagirdin keçirdiyi hisslər güclü olduğundan rasional düşüncəsi arxa plana keçib. Doğrudur. Keçirdiyi hisslər güclüdür ki, bunun rasional düşünməsi artıq arxa plana keçib. 4. Müəllim şagirdi dərs prosesində cütlərlə işə cəlb etməklə onda özünə dərk bacarığını formalaşdıra bilər. Bu yanlış fikirdir. Deməli oldu 1, 2, 4 A variantı. Müəllim şagirdlərə sorğu tərtib edir. Verilmiş bütün suallara müsbət cavab verən şagird haqqında hansı fikri söyləmək olar? Baxın, bütün suallara müsbət cavab verib. İndi müəllim şagirdə hansı fikri söyləyə bilər? Kömək etmək istədiyiniz şəxsin sizin yaxınınız olub olmaması arasında bir fərq qoyursunuzmu? Şagird buna müsbət cavablayıb. Bir işi görəndə öz qazanacağınız mənfiyyət haqqında düşünürsünüzmü? Buna da müsbət cavab verib. Sizcə mənfi davranış göstərənlərə siz də mənfi davranış göstərirsinizmi? Buna qarşı da. İndi buna uyğun nə deyə bilərik? Yəni müəllim nəyi söyləyə bilər? Şagird hər addımında ilk növbədə özünü düşünür, sonra qərar verir. Şagird cəza almamaq üçün böyüklər tərəfindən qoyulan qaydalara əməl etməyə çalışır. Bu yanlışdır. Bu fikirləri şagird cavablayacaq. Şagird addım atanda cəmiyyətin bu məsələyə necə yanaşması üçün çox vacibdir. Bu da yanlışdır. Çünki deyir sizə mənfi davranış göstərənlərə siz də mənfi davranış göstərirsinizmi? Bir işi görəndə öz qazancığınız mənafiyət haqqında düşünürsünüzmü?
Şagird qaydaların vacib olduğu anlasa da ədalətsiz qaydaları doğru hesab etmir, yanlışdır. Burada heç bir qayda yoxdur. Şagird hadisələrə individual yanaşma ilə deyil, cəmiyyətin bütöv bir şəkildə görərək mühakimə edir, yanlışdır. Burada doğru A variant kimi götürə bilərəm ki, baxın hər birində fərq qoyursunuzmu? Deyəcək məsələn fərq qoyuram. Düşünürsənmi? Deyəcək hə öz qazancım barədə düşünürəm. Sənə mənfi davranana sən də davranırsanmı? Deyəcək hə. Deməli, şagird hər addımda ilk növbədə özünü düşünür, daha sonra qərar verir. Yəni, bunu götürə bilərəm A variantı. Müəllim həftənin sonunda, həftə ərzində aktiv olan şagirdlərə müxtəlif nağıl kitabları bağışlayır. Kitabları seçən müəllim nağılların şagirdlərdə yaş səviyyəsi ilə uyğunluğunu nəzərə alır. Həmçinin müəllim dərs prosesində şagirdlərə fərqli suallar verməklə onları maraqda saxlayır. Çünki maraq olan yerdə öyrənməni daha effektiv baş verəcəyinə inanır. Müəllimin bu addımı hansı pedaqoji yanaşma ilə uyğunluq təşkil edir? Şagirdlərin biri-biri ilə ünsiyyətdə olması onların zehni inkişafına birbaşa təsir edir. Burada müəllim şagirdin marağını nəzərə alıb, şagirdə nağıl kitabı verir və yaş səviyyəsində nəzərə alır. Yəni, hər hansı bir ünsiyyət bacarığı formalaşdırmır. Şagirdlərin səhvlərinə verilən reaksiyanın onların sonrakı atacağı addımlara təsir edə bilər. Burada hər hansı bir səhvdən danışmır, motivasiya verir, marağını nəzərə alır. Şagirdlərin hisslərini cilovlaya bilməməsi onların akademik nailiyyətlərinə belə təsir edə bilər. Burada hər hansı bir akademik nailiyyətdən danışmır axı. Şagirdləri dərs prosesində düzgün şərait yaratmaqla onların özünün öyrənməsinə şərait yaratmaq olar. Doğru fikir budur. Niyə? Həftə sonudur, müəllim şagirdlərə nağıl kitabı verir və həmçinin dərs prosesində şagirdlərə fərqli sual verməklə onları maraqda saxlayır. Çünki maraq olan yerdə öyrənmənin daha effektiv baş verəcəyinə inanır. Plus da onların yaş səviyyəsinə uyğunluğunu nəzərə alır. Deməli, dərs prosesində düzgün şərait yaradır, onların özləri öyrənməsinə şərait yaradır. Olduğu D variantı. Şagirdlərdən biri irqi və etnik ayrı-seçkiliyə qarşı kampaniyanın rəhbəridir və komanda üzvləri digərinin irqçilik zarafatı etdiyini eşidir üzvlərindən. Bu zaman o yoldaşının xətrinə dəyməməyə diqqət etməklə ona iradını bildirir ki, bu hal bir də təkrarlanmasın. Verilmiş situasiyada şagirdin davranışı haqqında nələr deyə bilərik? Şagirddə sosial bacarığı var. Çünki komandanın lideridir və komandanı irəliyə doğru aparmağa çalışır. Komandada kimsə ayrı-seçkilik edəndə ona iradını bildirir ki, bu hal təkrarlanmasın. Plus da yoldaşının xətrinə dəyməməyə diqqət edir. Burada elə Y variantıdır. Bu davranış şagirdin sosial bacarıqlarını yüksək inkişaf etdiyini göstərir. İngilis dili dərsində müəllim şagirdlərin mətni oxumadan öncə mətndəki yeni sözlərin mənasını tapmağa sövq edir və lazım olan dəstəyi göstərir. Əsasən burada istifadə etdiyi strategiya hansı nəzəriyyəyə əsaslanır? Sosial inkişaf nəzəriyyəsidir. Yəni, müəllim buna dəstək olur, lazımı dəstək göstərir, şagird axtarışdadır, yeni sözlərin mənasını öyrənir. Sinifdə summativ qiymətləndirmə zamanı köçürmək olmaz qaydası var. Şagird summativ zamanı yoldaşlarının birinin köçürməyə cəhd etdiyini görür. Deyir ki, əgər sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək. Hansı məlumatı verir? Şagirdin davranışı onun haqqında hansı məlumatı verir? Şagird elə bir yaş həddindədir ki, onun belə düşünməsi normaldır. O müəllimə empatiya göstərir, xeyr. Şagird digər şagirdlərə irad bildirməklə açıq düşüncə tərzinə malik olduğunu göstərir, xeyr. Şagird yoldaşının bu addımı bütün sinif yoldaşlarına qarşı haqsızlıq kimi dəyərləndirir, xeyr. Şagird sinifə qoyulan qaydanın hamıya aid olduğunu anlayır və bunu kütləvi hala keçməsinin qarşısını almağa çalışır. Doğrudur D variantı. Qayda qoyub, şagird də qaydaya əməl etmir. Zehni inkişaf mərhələləri və sosial inkişaf nəzəriyyəsinə əsasən verilən hansı tapşırıq şagirdlərdə öyrənməni daha çox təmin edə bilər? Həm zehni inkişaf mərhələlərini nəzərə alsın, həm də sosial inkişaf mərhələlərini. Burada daha çox oyunlar ola bilər, oyunlar. Məsələn,
Şagirdə Babəkin faydalı fəaliyyəti haqqında təqdimat hazırlamağı tapşırmaq xeyir. Ekoloji problemin həlli yolları mövzusunda esse yazmaq xeyir. Şagirdlərə mövzunu oyun əsaslı öyrənmə metodundan istifadə edərək keçmək. Doğrudur bu. Biz zehni inkişaf mərhələsində oxşar cəhətini oyun əsaslı öyrənməni götürmüşdük. Elə doğrudur C variantı. Uyğunluğu müəyyən edin. Zehni inkişaf mərhələləri, bir də sosial inkişaf nəzəriyyəsi. Gəlin baxaq. Daha təcrübəli, başqasının təlimatı ilə uşaqlarda öyrənmə daha səmərəli baş verir. Bu sosialdır. 2-yə uyğundur A. Uşaqlar 22-7 yaş arasında egosentrik xarakter daşıyır. Bu zehni inkişaf mərhələsidir B. Hissi hərəki mərhələsində əşyaların davamlılığı fikri formalaşır. Bu da zehni inkişaf C. Çətin mətni oxumamışdan əvvəl yeni sözlərlə tanış olmaq şagirdlərdə dərsi daha yaxşı anlamağa imkan verir. Bu da sosial inkişaf D. Deməli 1-ə B, C, 2-yə A, D. Oldu Y variantı. Məktəbdə yeni fəaliyyətə başlayan müəllim sinifdəki şagirdləri əvvəlki mövzularla bağlı sual-cavab edir və onların bilik və bacarığın səviyyəsinin aşağı olduğunu müşahidə edir. Müəllimin hansı addımı Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə əsasən doğru olar? Baxın, müəllim yeni dərsi əvvəlki dərslə inteqrasiya edib tədris etməlidir ki, sosial inkişaf nəzəriyyəsinə uyğun olsun. Məsələn, hər dəfə yenidən oxumağı səhvdir, psixoloji sabitlik bu da səhvdir, valideynlə əlaqə saxlamaq səhvdir. Müəllim şagirdin yeni dərsi əvvəlki mövzularla interaktiv şəkildə tədris edə bilər. Doğrudur bu. Sinifdə summativ qiymətləndirmə zamanı köçürmək olmaz qaydası var. Şagird summativ zamanı yoldaşlarının birini köçürməyə cəhd etdiyini görür. Deyir ki, əgər sən köçürsən, digər şagirdlər də köçürməyə cəhd edəcək və sinifdə qarşılıqlıq yaranacaq. Situasiyada xüsusi işarələnmiş hissəsini necə dəyişsək, mənəvi inkişafın itaət və cəza mərhələsinə aid etmək olar. Aha, belə deyə bilərik də, əgər sən köçürsən, müəllim sənə cəza verəcək və ya müəllim səni tənbihləyəcək. Məsələn, əgər sən köçürsən, sənə görə bütün sinif cəzalanacaq, xeyr. Əgər sən köçürsən, müəllim qaydaları sərtləşdirəcək, xeyr. Köçürsən, müəllim hamımıza etibarı azalacaq, xeyr. Əgər sən köçürsən, müəllim səni tənbihləyəcək. Yəni, sən itaət etməlisən ki, cəza almayasan, D variantı. Daha sonra, müəllim yoldaşları arasında olan anlaşılmazlıqları həll etmək üçün tərbiyəvi söhbətlər təşkil edir. Bu zaman müəllim hansı nəzəriyyəyə riayət etmiş olur. Baxın, yoldaşları arasında anlaşılmamazlıq var. Müəllim tərbiyəvi söhbət aparırsa, mənəvi inkişaf nəzəriyyəsini formalaşdırır. Bir də şagirdlər arasında, müəllimlər arasında emosional intellekti formalaşır. 1-3. Olduğu A variantı. Boş xanalara uyğun gələn cavabları seçin. Tədris zamanı daha çox şagirdin təlim nailiyyətini artırmaq üçün məzmunun şagirdlərə müxtəlif formalarda çatdırılması lazımdır. Müxtəlif formalarda deyir çatdırılması lazımdır. Məsələn, düşüncə tərzi nəzəriyyəsi bunu götürə bilmərəm, çünki müxtəlif formalarda və şagirdin nailiyyətini artırmaq deyir. Buna sosial inkişaf nəzəriyyəsini götürə bilərik. 2. Gardner çoxnövlü zəka nəzəriyyəsi bunu da götürə bilərik. 3. Elə 2-3C variantı. Şagirdə ədədi silsiləyə aid verilmiş tapşırıqların çoxunu səhv edir. Lakin buna görə pis olmayaraq öz-özlüyündə düşünür. Mən hələ ki nəticə edə bilməmişəm. Yəni açıq düşüncə tərzinə malikdir. Hələ ki elə onun açar sözüdür. Bu o demək deyil ki, ədədi silsiləni heç vaxt öyrənə bilməyəcəm. Sadəcə düsturu və qaydanı yenidən oxumalıyam. Belə cəhdlərin sayını artırır. Verilmiş situasiya əsasən hansı fikri demək o olar? Baxın, şagird açıq düşüncə tərzinə malikdir və özünü idarə etmə daha çox inkişaf edib. C variantı. Məsələn, burada açıq düşüncəni düz verib, sosial məlumatlıq səhvdir. Burada qapalıdır, səhvdir. Qapalıdır, səhvdir, açıqdır, düzdür. Amma empatiya səhvdir. Özünü idarə etməyə bacarır. Deməli, C variantı. Müəllim 3-cü sinif şagirdlərində azadlığın insanlar üçün dəyəri nədən ibarətdir?
sualı ətrafında müzakirə təşkil etməyə çalışır və müşahidə edir ki, bu mövzuya fikir bildirməkdə çətinlik çəkirlər. Yəni bu zehni hər dərəcədə inkişaf eləməyib. Piaget'in zehni inkişaf mərhələsi. Şagirdin yaşını nəzərə almalıdır. Şagird riyaziyyat fənnindən nailiyyəti heç vaxt yüksək olmayıb. Onun keçmiş riyaziyyat müəllimi şagirdin valideynləri ilə danışanda onun riyazi təfəkkürünün zəif olduğunu və inkişaf etməyəcəyini vurğulayırdı və qeyd edir ki, onda heç bir metodla riyaziyyatı öyrətmək mümkün deyil. Bu il həmin şagirddə başqa müəllim dərs keçir. O düşünür ki, bu şagird çalışdıqca daha yaxşı nəticələr göstərə bilər. Yeni müəllim gələndə şagirdin özünə inamı artıb və daha yaxşı nəticələr göstərməyə başlayır. Düşüncə tərzi formalaşdırır. Əvvəlki müəllim bunda qapalı düşüncə tərzi formalaşdırırmış ki, səndə riyaziyyat yoxdur, heç vaxt olmayacaq. Yeni gələn müəllim bu qapalı düşüncə tərzindən açıq düşüncə tərzinə keçib ki, sən inkişaf eləsən, riyaziyyatı öyrənəcəksən. Karl Dweck düşüncə tərzi nəzəriyyəsi. Uyğunluğu müəyyən edin. Zehni inkişaf nəzəriyyəsi, çoxnövlü zəka nəzəriyyəsi. Gəlin baxaq. Şagird zehni inkişafı müəyyən mərhələlərdən keçir. Bu zehni inkişafdır. 1-ə A. Şagirdin zəngin lüğətə malik olması və yüksək oratorluğu və verbal lingvistik intellektə malik olduğunu göstərir. Bu çoxnövlü zəkadır. B. Şagird təsvir və şəkillərlə düşünməsi və öyrənməsi məkan vizual intellektə sahib olduğunu göstərir. Bu da çoxnövlü. Deməli, 2-yə uyğundur. B, C. İndi gəlin görək. Uşaqlar hər bir işi özləri edəndə və bu etdiklərindən özləri üçün məna çıxaranda daha yaxşı öyrənirlər. Bu da zehni inkişaf. 1-ə A, D, 2-yə B, C. Oldu D variantı. Hansı fikir doğrudur? Sosial inkişaf nəzəriyyəsində sosial mədəni konteksə az əhəmiyyət verir. Səhvdir, adı sosial inkişaf. Zehni inkişafın mərhələləri nəzəriyyəsi sosial konstruktivistdir. Bu da yanlışdır. Sosial inkişaf nəzəriyyəsinə əsasən uşağın təcrübə qazanmasında nitqin rolu minimaldır. Yanlışdır. Zehni inkişafın mərhələləri nəzəriyyəsinə əsasən öyrənmə yaxın inkişaf zonası, bu sosialdır. Yanlışdır. Sosial inkişaf nəzəriyyəsinə əsasən uşaq daha təcrübəli birinin fasilitasiya əsasında səmərəli öyrənir. Doğrudur Y variantı. Uyğunluğu müəyyən edin. Sosial inkişaf nəzəriyyəsi, bir də düşüncə tərzi nəzəriyyəsi. Şəxsi və sosial təcrübə öyrənmək prosesində eyni dərəcədə vacib əhəmiyyətə malikdir. Bu olur sosial inkişaf nəzəriyyəsi. 1-ə A. Açıq düşüncə tərzinə malik olan insanlar uğursuzluqla rastlaşdıqda ruhdan düşmürlər. Bu düşüncə tərzidir. B. Öyrənmə zehni inkişafdan əvvəl gəlir. Zehni inkişafdan. Bu da sosial deyir. C. Qapalı düşüncə insanlar rəylərə qulaq asmağı sevmirlər. Bu düşüncə tərzidir. D. Deməli 1-ə A, C, 2-yə B-dir. Rəsm dərsində biri öz yoldaşlarına rəngli karandaş istəyir. Lakin yoldaşı karandaşı vermir. Bu hadisə də hər kəs karandaşı verməyən şagirdi qınasa da, şagirdlərdən biri düşünür. Mən onu başa düşürəm. Bir həftə öncə başqa bir şagird karandaş istəyən şagirddən rəngli kağız istəyəndə də o da verməmişdi. Məncə bu ədalətlidir. Verilən situasiyaya bağlı hansı fikir doğrudur? Aha. Şagird mənəvi inkişafın sosial müqavilə mərhələsindədir. Onda özünədək güclü inkişaf edib. Sosial müqavilə mərhələsindədir. Doğrudur. Amma özünədək yanlışdır. Universal etik yanlışdır. Universal etik yanlışdır. İndividualizm yanlışdır. Baxın, şagirddə mənəvi inkişafın sosial müqavilə mərhələsindədir. Bu doğrudur. Onda da empatiya güclü inkişaf edib. Doğrudur. Yəni özünü sinif yoldaşının yerinə qoyub düşünə bilir. Coğrafiya dərsində müəllim vulkanları tədris edərkən Azərbaycandakı palçıq vulkanlarının rəsmlərini əyani vasitə kimi sinifə gətirir. Sonra mövzu ilə bağlı videoçax nümayiş etdirir. Müəllim istifadə etdiyi strategiya hansı nəzəriyyə əsaslanır? Baxın, müəllim şagirdə bir növ istiqamət verir, dəstək olur. Bu sosial inkişaf nəzəriyyəsidir. B variantı. Müəllim gündəlik planında fəaliyyətin müəyyənləşdirən zaman dərsin məqsədi ilə yanaşı şagirdin marağını, öyrənmə tərzini də nəzərə alır.
Müxtəlif təlim strategiyaları tətbiq etməklə hər bir şagirdi dərsə cəlb olunacağını düşünür. Müəllimin bu addımı hansı yanaşma ilə uyğunluq təşkil edir? Müəllim ilin əvvəlində şagirdlərini daha yaxından tanımaq üçün həm şagirdlərin özünə, həm də valideynlərinə anket sorğusu təqdim edir. Baxın, gündəlik planıdır, dərsin məqsədi, onun marağını, öyrənmə tərzini nəzərə alır və təlim strategiyalarını təqdim etməklə dərsə cəlb etmiş olacağını düşünür. Və burada buna uyğun A variantıdır. Burada da müəllim valideynlə düzgün ünsiyyət qurmaq üçün valideynə anket sorğusu təqdim etməyə düşünür. Yəni hər ikisi doğru fikirdir. Olur A variantı. Ekskursiya zamanı şagirdlərdən biri digər yoldaşlarına qarşı aqressiv davranır. Müəllim bunun səbəbini soruşduqda şagird, onlar sinifdə mənə qarşı kobud ifadələr işlədirlər. Bu hal mənə çox pis təsir etdiyindən mən də onlara bu cür rəftar edirəm. Verilmiş situasiya ilə bağlı fikirlər yanlışdır. Şagird daxili mənəvi dəyərlərin çıxış edərək qayda qanunun ədalətliyi ilə bağlı mühakimə yürüdür, yanlış tələb edir. Yoldaşlarının hisslərindən agah olmaq üçün şagird bu istiqamətdə müzakirə aparmaq lazımdır. Doğrudur. Şagirdlərin qarşısında şəxsin emosional vəziyyətini duymaq bacarığını formalaşdırmağa ehtiyac var. Bu da yanlışdır. Bu doğru fikirdir əslində. Niyə doğrudur? Çünki sinifdə ona qarşı kobud davranırlar. Müəllim də bunun emosional vəziyyətini duymaq bacarığı. Yəni şagirdlərdə bunu formalaşdırmalıdır ki, siz nalayiq sözlərdən istifadə edəndə bu hansı hissləri keçirir? 3 doğru fikirdir. Şagird qarşılaşdığı məsələyə hər kəsin nöqteyi nəzərdən baxaraq münasibət bildirir, bu yanlış fikirdir. Deməli oldu 1-4. Müəllim ədatlar və bağlayıcıları bir-birindən fərqləndirmək üçün nümunələr göstərir. Daha sonra ayrı-ayrılıqda 5 nümunə yazmaqlarını istəyir. Birinci müəllim göstərir, sonra şagirddən istəyir. Şagirdə müvəqqəti dəstək olur, sosial inkişaf nəzəriyyəsi. Müzakirə dərs prosesində şagirdlərin biri-biri ilə müzakirə aparmaları üçün şərait yaradır. Hətta müzakirə zamanı yaranmış səs-küyü belə normal hesab edir. Həmçinin müzakirənin məqsədə uyğun olması üçün onlara müxtəlif istiqamətləndirici suallar və rəylər verir. Müəllimin bu addımı hansı yanaşma ilə uyğunluq təşkil etmir? Müəllim məsələləri düzgün həll etmələri üçün düsturlardan çıxarışları edib şagirdlərə təqdim edir. Bax, elə bu yanlış fikirdir. Müəllim istiqamət verməlidir ki, siz filan düsturlardan istifadə etsəz, məsələni həll edə bilərsiniz. Yəni, dərs prosesi, müzakirəni doğru apara bilərsiniz. Bu yanlış fikirdir. Şagird xəstə olduğu üçün bir neçə dərsdə iştirak edə bilmir. Dərslərə davam etdikdə keçirilən mövzu ilə bağlı heç nə anlamadıqlarını, ev tapşırıqlarını tək başına edə bilməyəcəyini düşünür. Şagird problemi həll etmək əvəzinə məyus olur. Artıq nəticəni dəyişə bilməyəcəyini düşünür. Bu situasiya ilə bağlı hansı fikir doğrudur? Şagird hisslərini cilovlaya bilmədiyi üçün rasional düşünə bilmir. Bax, elə bir doğrudur. Şagirdi zəkanın dəyişə bilən olduğuna inandırdıqda onun bu tip vəziyyətlərə münasibəti dəyişə bilər. Doğrudur. Yəni, qapalı düşüncə tərzindədir. Onu açıq düşüncə tərzinə keçirə bilərəm. Şagirdin məyus olması üçün onun yaş dövrünün